Salam dostlar, mən Mühisi kanalımın növbəti bir videosuna başlayıram. Deməli dostlar, keçən videoda mən qeyd etdim ki 5000 hansı avtomobillər alınıb bilər Azərbaycanda. İndi dedim ki 10, 15, 20 və s. bu qiymətli avtomobillər gələcək. İndi 10.000'ni çəkmişəm. Məlumatlar toplamışam, bunların hamısını gördüyünüz kimi. Bu A4'dədir, orada indi oxuyacağım. İndi 10 dənə avtomobil götürmüşüm. 10.000'e alınabiləcək 10 avtomobil. 10-cu yerdə, yəni o avtomobili alsaz yaxşı almayacaqsan, birinci yerdə daha yaxşısını alacaqsın. İndi keçək. 10-cu yerdə Lada Priora, hatchback, sedan, furqon növləri mövcuddur Azərbaycan istehsalında. Uşaqlar, mən illər götürmüşəm. Mən bu qiymətə 10.000'e nəzərdən danışacağım. O illəri nəzərdə tutmuşam, illəri qeyd edəcəm. İndi Priora'da 2007-2013-cü illər arasında istehsal olunan modelləri nəzərdə tuturam. 1.6 mühərrikdir, güclü və qənaətçi mühərrik təklif edilir. 9-cu yerdə Kia Rio. Ümumiyyətlə, uşaqlar, və bir şey qeyd edim ki, Lada Priora'da 10.000'e əslində Lada Priora biraz bahadır, amma neyiniyək ki, biz bazarda qiymətləri təsvifə qoymuruq. 9-cu yerdə Kia Rio. Kia Rio 1.4, 1.6 mühərrikləri mövcuddur, sedan ban növüdür. Avtomat sürətlər qutusu 2005-2011-ci illər arasındakı istehsal illərini nəzərdə tuturam. 8-ci yerdə Chevrolet Aveo. Chevrolet Aveo uşaqlar 2006-2011-ci illər arasında istehsal modellərini nəzərdə tuturam. Hatchback və sedan növləri mövcuddur. 1.4, 1.6 mühərriklər mövcuddur. Gördük ki, Chevrolet Aveo da yaxşı avtomobildir. Chevrolet Aveo'nun istər görünüşü olsun, biraz da Chevrolet Aveo'da düzü bir növrəsi çox balaca avtomobildir. Kia Rio kimi. Amma Kia Rio'nun görünüşü lap əlli yaxşıdır, amma Chevrolet Aveo biraz yaxşıdır. Və Chevrolet Aveo'da düzün desəm avtomat və mexaniki sürətlər qutusu söhbəti var. Avtomat 4'tür, 4 sürətlər qutusu da 4 pilləri. Mexanika 5'dir. Yəni bunu qeyd edim, biləsiniz. Keçək 7-ci yerdə Hyundai Sonata 2001-2005-ci illər arasında nəzərdə tuturam və qeyd edək ki, bunlar Azərbaycanda çox yayılmışdır. Demək olar bu avtomobillər, yəni hər kəs bu avtomobilləri almaq istəyir, bəziləri ki alıb. 2 mühərrik, 2.7 mühərriklər mövcud, avtomat sürətlər qutusu sedandır. Dözümlü avtomobil, yəni bilirsiniz də, Hyundai özü dözümlü avtomobillərdən biridir. Videonun bu hissəsində uşaqlar sizə bir şey də qeyd etmək istəyirəm ki, bu Hyundai Sonatalar xüsusilə Azərbaycanda sırf avtomat sürətlər qutusunu alır, amma dizel, benzin mühərriklərdən mövcuddur. 6-cı yerdə Nissan Sunny 2004-2013-cü illər arasında istehsal modelləri nəzərdə tuturam. 1.3, 1.6 mühərriklər mövcuddur. Nəfəsim kəsildi. Mexaniki avtomat sürətlər qutusu mövcuddur Nissan Sunny'də. Və Nissan Sunny'də ümumiyyətlə yəni həm qiymətinə görə, həm ilinə görə dözümlü, bir qədər qənaətçi və uşaqlar, mən bir şey də qeyd etmək istəyirəm ki, mən 10.000'e sizə bu avtomobilləri çəkməmişəm. Bunlar hamısı həm qənaətçi, həm yanacaq sərfiyyatı az. Yəni 10.000'e alırsan, Loridində desən, zülümdə almırsan da ondan, belə bir şey. Keçək 5-ci yerdə. Uşaqlarda qeyd edim ki, burada artıq BMW, Mercedes modelləri gəzir 1-ci yeri kimi. Onları qeyd edim. 5-ci yerdə BMW 3 seriya Y46 Kuza 1998-2001-ci illər arasındakı modellərini nəzərdə tuturam. 1.9, 2, 2.8, 2.5 modelləri mövcuddur. Mexanika və avtomat sürətlər qutusu olur. Və BMW 3 seriyada indi bir şey qeyd edəcəm Mercedes modelində. BMW yəni 3 seriyada normaldır. Bu ildə biz həm qənaətçiliyini, həm dözümlü cəhətindən olsun bunları alacağıq. Buruşkama nə oldu mənim? Bunları almaq mümkündür. Uşaqlar, indi belə deyək, gəlir 3-cü, 4-cü yerdir. Birikmə bildim. Deməli, 4-cü yerdə Mercedes C-Class W 203 Kuza 2000-2004-cü illər arasında olan modelləri nəzərdə tuturam. Əslində uşaqlar, qeyd edim ki, 2000-ci ildən 2007-ci illər arasında istehsal olunub
Bu C-Class W3 kuzu. Amma fərq odur ki, 2004-cü ildə bu restyling oldu və restylinqə qədər olan modellərini biz 2010-a yaxşılarını alıb bilərik. Onu verirəm. 2004-cü illər arasında olan istehsaldan modelləri nəzərdə tuturam. 2 daha doğrusu üzr istəyirəm, 2.7 modelləri, yəni 2.7 mühərriklər mövcuddur. Uşaqlar, burada bayaq dedim ki, BMW-də 3-cü yerdə. Bir şey qeyd edəcəm. O qeyd edəcəyim şey budur ki, Mercedes C-Class BMW-nin 3 seriyasından da almaq, Mercedes-i alsaq daha məsləhətdir. Çünki həm daha dözümlüdür, həm də ölkə arasında daha məşhurdur, daha qənaətçilidir. 3-cü yerdə BMW 5 seriya Y39 Kuza. 1995-2000-ci illər arasında istehsallanan modelləri nəzərdə tuturam. 2.8 mühərriklər mövcuddur. Ölkəmizdə bunlar mexanika və avtomat sürətlər qutusunda istehsal olunur. Və bu avtomobillərdə belə deyək də, hansı modellər ki, nəzərdə tuturam? 528 ola bilər, 525, 520 bu modellər mövcud. 518 modelləri bunları nəzərdə tuturam və 528-lər, yəni qeyd edək ki, iPhone-un ən çox yayılmış modellərindəndir. Nəysə, keçirik ikinci yerdə. Bax, bu avtomobili deməsəydim, ayvala, günah eləyərdim. Deyirəm, ölkə arasında ən çox tanınan avtomobillərdən biri. Mercedes C-Class W2 Kuza. 1997-2000-ci illər arasında istehsal olunan modelləri nəzərdə tuturam. Bu, həm sedan, həm də universal kuzada olan modellər mövcuddur. Bəlkə dedək ki, bu avtomobil ideal avtomobillərdən biridir. Və burada artıq Mercedes bu növündə bu ilə biz yaxşısını ala bilərik. Dizellər biraz baha olacaq. Amma dizellərin həm də ki 12.000-ə deyilənlər ola bilər ki, sedanlar, bəzi insanlar deyir də sedanlar, məsəl üçün bu qiyməti yox, məsəl üçün 12.000-ə zadadır. Hələ orada onu demək istəyirəm ki, yəni 10.000-ə tapmaq olar dizelləri, yox benzinləri. Birinci yerdə ölkə arasında ən çox tanınmış, dözümlü, komfort Mercedes Y-Class 1995-1999-cu illər arasında olan modelləri nəzərdə tuturam. Bu zaman Y200, Y202, Y220, Y230, Y240, Y280, Y300 modelləri mövcuddur. Mexanika və avtomat sürətlər qutusunda hər qısa bu maşın ölkə arasında çox məşhurlaşıb, komfortdur, dözümlüdür. Bu avtomobili ala bilərsiniz. Yəni, uşaqlar bu qədər. Bugün mən sizə 10.000-ə alına biləcək avtomobil haqqında məlumat verdim. İlləri olsun, ümumiyyətlə hansıları ala bilərik. Və uşaqlar, artıq videomuz bitir. 15.000, 20.000, 25.000 daha artacaq indi inşallah. Onları da çəkəcəm. İndi gəldik ki, bunları çəkmişəm. Abunə olub, like etməyi unutmayın. Kanalımı dəstək olmağı unutmayın. Bəziləri deyir, 5.000-ə elə, 5.000-ə belə. 5.000-ə çəkmişəm də mən. Çəkəcəyim də mən 15.000, 20.000, heç kimin sözünə qulaq asmayacağım. Və sağ olun. Gələn videolarda görüşəndək. Abunə olub, like etməyi unutmayın. Sağ olun.